Salam əziz tamaşaçılar. Sizə Ağvanlar hamamının el arasında Qoçu Abbas hamamı deyilən yeri göstərmək istəyirəm. Qədim hamamdır. Restavrasiya işləri gedir. Ümid eləyirəm ki, Dərə hamamında da, digər hamamlarda da restavrasiya işləri aparılasıdır. Qazanxana hissəsidir. Hər yeri dədə-baba vaxtı necə idisə eləcə təmir bərpa eləməyə çalışırlar. Yaxşı işləyirlər ustalar, səliqə ilə işləyirlər. Damda elə günbəzlər var, oralar müdafiə olunsun deyə yağış, qar, gün xarab eləməsin deyə üstünü adi qaydada örtürlər, bağlayırlar. Tarixi abidədir. Girəcəkdir. Sonra sola dönürsünüz. Əyin dəyişmə otağına daxil olursunuz. Vazivalkadır. Ortada böyük çar hovuz var, yekə hovuz var. Əvvəllər buz kimi su gəlirdi. Limonat qoyurdular içinə. Tərxon, Qızılgül, Düşes. Bütün yaşlılar, cavanlar hamı gəlirdi. Burada ümumi hamamdır. Həftənin bəzi günləri kişilər üçün olurdu, bəzi günləri qadınlar üçün olurdu. Çox gözəl, isti hamam idi, səliqəli hamam idi. Rəşid dayı işləyirdi burada, masajçı. Çox yaxşı insan idi. Yaşlı insanları həmişə çox gözəl şəkildə qarşılayırdı. Bilirdi ki, özlərini idarə edə bilmirlər, zəifdirlər. Bəziləri axsaya-axsaya gəlirdi. Bəzilərinin halı olmurdu. Elə insanlar var idi ki, atasını, babasını çimdirə bilmirdi, köməklik eləyə bilmirdi. Rəşid dayı indiyə sağ qalmaz. Allah qəni-qəni rəhmət eləsin, cənnətli olsun. Bu hamamların çoxsunda olmuşuq. Böyüklərimiz hər yerə aparırdı ki, həm tarixi yerləri görək, həm tanıyaq, bilək. Salam, axşamınız xeyir. İşiniz aman olsun. Şəkilin tarixi yerləridir. Dedim, nümayiş elətdirim. Yolun otayında da Çin restoranıdır. Salam, axşamınız xeyir, işiniz aman olsun. Salam, axşamınız xeyir. Təzə açılıb. Çindən qonaqların sayı artan kimi bu yoldaşlar gördülər ki, tələbat var və Çin restoranı açdılar. Gələndə ziyarət eləyin. Çox güman ki, buranı restavrasiya bərpa eləyəndən sonra turistlərə açacaqlar. Yerli, xarici. Belə dedim, nümayiş elətdirim, göstərim. Bu qədər. Sağ olun, sağlıqla qalın.